və sənə həkim nə deyirsə, sən etibar edirsən həkimin Bəli. sözünə. Etibar elədiyim üçün alıram. Bu gün etibar elədiyim üçün aldığıma əslində məndən sui-istifadə ediblər. Görürəm. Bəli. Və buna görə biz analıq kurslarında, hardakı qızları süd vermə hazırlayırsan, bu deməli ana olmağa hazırlaşdırdığımız mərhələlərdən biri də bu süd vermə mühazirələridir. Bura anada onun süd vermə psixoloji komponenti beynində formalaşmalıdır. Qıza test eləyəndə sual verirəm mən, hamiləliyin növünü müəyyən eləyəndə. Süd verməyə hazırlaşırsan, istəyirsən və onun cavabına uyğun mən başa düşürəm ki, bunda bu dominant yaranıb ya yox.